Çox təcili olaraq Yasamal rayonu Mətbuat prospektində obyektə yararlı bir otaqlı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Mətbuat prospektində 5 mərtəbəli köhnə tikili binanın 1-ci mərtəbəsində. Ümumi sahəsi 35 kvadrat olan bir otaqlı mənzil obyektə yararlı olmaq şərti ilə təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Bu ərazidə 1-ci mərtəbədə yerləşən, yəni obyektə yararlı olan mənzillərin qiyməti 165-180 min civarında təklif olunur. Amma bu mənzil çox təcili satıldığı üçün çox ucuz qiymətə təklif olunur. Videonu sonadək izləyin ki, qiymətdən də xəbərdar olasınız. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram. Bu mənzil yerləşir Yasamal rayonunda, Mətbuat prospektində 5 mərtəbəli köhnə tikili binanın 1-ci mərtəbəsində. Ümumi sahəsi 35 kvadrat olan bir otaqlı, orta təmirli bir mənzildir. Obyektə yararlıdır, təcili olaraq satışa çıxarılıbdır. Əvvəldə demişdim ki, çox ucuz qiymətə təklif olunur. Qiyməti 135 min manatdır. Real alıcı olarsa aşağı yeri də var. Bu ərazidə bu qiymətə belə bir obyektə yararlı mənzil tapmaq, bu qiymətə tapmaq daha doğrusu qeyri-mümkündür. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.